Hər kəsə salam. Mən Kainat Təhsil Mərkəzinin informatika müəllimi Ülvi Əliyev. Sizinlə bugün 2023-cü ildə qəbul edilmiş bir alqoritm sualına baxacağıq. Sualın şərtində deyilir ki, A150, B100 olduqda alqoritmin icrasında A dəyişəninin qiymətini tapın. Deməli, A və B əvvəldən sualda qiyməti verildiyinə görə daxil etmə blokuna ehtiyac duymayıblar və birbaşa şərtin icrasına biz baxmalıyıq. Deyir ki, A və B fərqlidirsə, nə et? Dövrün gövdəsinə daxil ol. Dövrün gövdəsində bizə bir şərt bloku verib, yəni burada bir budaqlanma yaradıb. Deyir ki, A B-dən kiçikdirsə, B-dən A-nı çıx. Əgər A B-dən böyükdürsə və ya bərabərdirsə, A-dan B-ni çıx. Biz bu halda bir cədvəl yaratmalıyıq. A və B qiymətlərini ardıcıllıqla nə etməliyik? Qeyd etməliyik. Çünki bizdə alqoritm ardıcıllıq olduğuna görə ardıcıllığı yerinə yetirərək cavabı tapmalıyıq. İlk qiymətləri yazaq. A150, B100. Daha sonra artıq dövrə daxil olduqda fərqli olduğuna görə şərtə əsasən budaqlanmanı seçirəm və A B-dən kiçik olmadığına görə, böyük olduğuna görə A-dan B-ni çıxıram. Yəni ki, A-nın köhnə qiyməti B-dən, daha doğrusu 150-dən, B-nin 100 qiymətini çıxıram və 50 qiymətini tapıram. Daha sonra bizə dövrün ardıcılığı ilə gəlirik və yenə nə edirik? Dövrün əsas şəraitini yoxlayırıq. Deyir, A B-dən fərqlidirsə. A B-dən fərqlidir, 50 100-dən fərqlidir. Ona görə nə edirəm? Həm qoluna gəlirəm və şərti bir daha yoxlayıram. A B-dən kiçikdirmi, böyükdürmü? Kiçikdir. Ona görə nə edirəm? Hə qoluna gedirəm və B-dən bu səfər A-nı çıxıram. Yəni 100-dən 50-ni çıxıram və B-yə mənimsədirəm. B-nin yeni qiyməti oldu artıq 50. Daha sonra yenə mən nə edirəm? Növbəti addıma keçirəm və burada şərti bir daha yoxlayıram. Şərtdə deyilir ki, A B-dən fərqlidirsə, fərqlidirmi? Deyil, bərabərdir. Ona görə nə edirəm? Yox qoluna gedirəm və A-nı çıxışa verirəm. A-nın da son qiymətinə biz baxırıq. Əvvəlki qiymətləri artıq keçmişdə qalır. Son qiyməti də 50 olduğuna görə, deməli A-nın yekun nəticəsi 50 qiyməti olur. Və bununla da biz qəbuldan hesablama suallarından birini həll etmiş oluruq.